Salam əziz şagirdlər, qarşınızda Visan Akademiyadan Murad müəllimdir. Bugün zamanlar qaydasından ən aktual suallardan birinə baxacağıq. Suala keçməmişdən öncə hər birimiz bilirik ki, adətən keçmiş zamanla uzlaşır, indiki zaman və indiki zaman və ya gələcək zamanla uzlaşır, gələcək zaman da indiki zamanla uzlaşır. Adətən belə olur. Lakin burada bəzi istisnalar ola bilər. Onlardan biri də baxın, bu since qaydasıdır. Uşaqlar, yadda saxlayın ki, həmişə since-dən əvvəl indiki bitmiş zaman, daha sonra isə keçmiş sadə zaman gəlməlidir. Burada da baxsaq, məsələn, ümumiyyətlə, indiki bitmiş zaman bir D bəndində, bir Y bəndində var. Lakin, dediyim kimi, since-dən əvvəl indiki bitmiş, daha sonra isə keçmiş sadə zaman gəlməlidir. Burada uzlaşdırıb əslində indiki zaman deyə bilərsiniz, lakin dediyim kimi elə deyil. Since-dən əvvəl indiki bitmiş, daha sonra isə completed, yəni keçmiş sadə zaman gəlməlidir. Cavab olacaq Y. Bu suala diqqət edin, çünki həqiqətən də çox aktual sualdır. Sağ olun, salamat qalın.